Salam dostlar. Erbaz Hoca kanalında xoş gördük sizləri. Həndəs silsilə 74-cü çalışma. Silsilə vurğunu tapın. Deməli, silsilə vurğunu tapmaq üçün biz nə edirik? Əvvəl B2-ni tapaq, B1-i tapaq. Bilirsiniz, B1 elə S1-ə bərabərdir. Yerdə 1 qoyacaq. 2 vuraq üstü 1, çıxaq 2. 6 çıxaq 4. İndi gəlin B2-ni tapaq. B2 bərabərdir S2 çıxaq S1. Aydın ki, S2 olmaq üçün yerinə n yerinə 2 qoymaq lazımdır. Baxın belə. B1 S1-i tapmışıq 4 olacaq. Bu eləyir 9, 18, 18-dən də 6-ını çıxdıqda 12. Onda Q nəyə bərabər olar? Bilirsiniz, Q də bərabərdir B2 bölək B1. Bərabərdir 12 bölək 4 eləyəcək 3. Cavab 3'dür. 76-cı çalışma. Burada da yine B1 mötərizə xarica çıxardırıq. Burada olur 1 üstəgəl Q üstəgəl Q kvadratı bərabərdir 26. Buradan da B1 mötərizə xaricına çıxarsaq B1 burada olacaq Q kubu çıxaq 1 bərabərdir 18. Diqqətə fikir verin. Yəni bu qədər çətin bir şey deyil. Biz bunları tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsək bunlar gedəcək. Bilirsiniz ki, bunun vuruqlara ayırsaq, vurğunun biri budur. Burada qalacaq mı? Burada Q minus 1 bərabərdir. Bölsək. Bax, şimdi bu 78'dir. 3'də 1 olacaq. 3'də 1. Baxın, vuruqlara ayırdıq, xısar apardıq. Bunlar getdi. Bu bilirsiniz ki, bunun kublar fərqi ilə açmaq olar. Vurğun biri budur, ikincisi isə bu vuruqdur. Belə. Aydın ki, burada Q bizdə 3'dür, Q minus 1 3'dür, Q də bərabər 4'dür. Cavab 4. Maraqlı bir məsələdir bu. 77-ci çalışma, fikir verirsinizsə, nisbətən çətinliyi artırılmış misaldır. S5 tapın. Deməli, mən hər tərəfi 6'ya vuracağım. 6S bərabərdir. Bir baxın. Altda biri 6'ya vuranda eləyəcək 1. 2 bölək 6'ın kvadratını 6'ya vuranda olacaq 2 bölək 6. Sonra 3 bölək 6'nın kvadratı və s. N 6 minus 6 üstə n minus 1 və s. Bax belə. Bax belə bir 6'ya vuraraq belə bir şey alacaq. İndi S yazıram burada. S yenidən bərabər idi. Bilirsiniz ki, altda 1. Sonra üstə gəl 2 6'ın kvadratı üstə gəl 3 6'nın kubu bölək n. İndi biz 5S almaq üçün hər tərəfi çıxaq. Burada olacaq 5S bərabərdir. İndi fikirsinizsə bu 1 dəyməyəcək, 1 qalıb. Bundan bunu çıxsaq burada olacaq altda 1 üstə gəl. Bunları çıxsaq 1 bölü altda 1'in kvadratı və s. Baxın biz nə aldıq? Son sayılan həndəs silsilə aldıq. Oradan da hər birini əvvəlkinə bölün, altda 1 alınacaq. Deməli, onda 5S olacaq. 1 bölək, 1 çıxaq altda 1. O da bərabərdir. 1 bölək çıxanda 6'da 5 tərsinə sıfırlanacaq. 5'də 6. Deməli, 5S bizdə 5'də 6'dır. Növbət çalışmaya baxaq. 72-ci çalışma. Sonsuz həndəs silsilənin üçün uyğun müəyyən edin. Yəni bunu şifahi həll edə bilərsiniz. Məsələn, birinciyə baxaq. S bərabərdir. Birinci hədd B1. Yəni B1 3'dür bizdə. Çıxaq Q 1 minus Q. Bax belə olacaq. Yəni B1 bölək 1 minus Q. Q bizdə 2'də 1'dir. Mənfi 2'də 1'dir. Olacaq müsbət 2'də 1. Bərabərdir 3 bölək 2'də 3. Tərsinə fırlanır. 3'də xısar gedir. Qalır 2. İndi baxaq görə 2 var mı? 2 var. D variantıdır. Sonra ikinci variant. Yenə də S bərabərdir. Mənfi 3. 1 minus 2'də 1. Mənfi 3. Burada olacaq 2'də 1. Tərsinə çevriləcək. Mənfi 6. Bax, görün mənfi 6 var mı? Var. B variantı.
Hadi üçüncüye baxaq. S bərabərdir. Yenə də 3 1 minus 2'də 1. Baxın belə. 3 bölü 2'də 1 çöl 6. Cavab 6 var. C variantı. Deməli 1'ə D, 2B, 3C'dir. Nəhayət növbəti misalımıza baxırıq. 80 çalışma. Silsilə vurğu küydür. Burada bir baxaq. Deməli, uyğunluğu müəyyən edirik. BN verilibdir. BN bizdə 3 vuraq 2 üstü n'dir. Burada silsilə vurğularını istəyir. Silsilə vurğunu necə tapmaq olar? Aydındır ki, silsilə vurğunu tapmaq üçün əslində silsilə vurğu burada görünür. Çünki bunlar həndə silsilədirsə, bu B1'dir. B1'i biz belə ala bilərik. Baxın, mən yaza bilərəm. Hər tərəfi 2'yə, bunu bölərəm 2'yə. 3 bölək. Dadı 6 vuraq. 2 üstü minus 1 yaza bilərəm. Birinci 6'dır, B6'dır. Q neçədir? 2'dir. Deməli, bunun şifahi biz yaza bilərik. Birincidə deməli, silsilə vurğu olacaq 2. Silsilə vurğu 2, C. İkincidə nə olacaq? 3 vuraq 2 üstü mənfi n. Aydındır ki, burada 3 vuraq 2'də 1 üstünə n yazaram. Silsilə vurğu nədir? 2'də 1. Varmı 2'də 1? Bəli. 0,5 D variantıdır. Evet, üçüncüdə gördüyünüz kimi burada da 3'tür. 3 hansıdır? A variantıdır. Deməli 1C, 2D, 3A. Beləliklə növbəti bir videomuzun sonuna gəldik. Bu cür videoların davamını görmək istəyirsinizsə, xahiş edirəm, videonu bəyənəsiniz və kanalıma abunə deyilsinizsə, abunə olasınız. Əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun, gələn görüşlərə qədər.